Salam, hər vaxtınız xeyir olsun. Bugün kompleks ədədlərin dərs izahından sizə danışmaq istəyirəm. Deməli, ilk öncə kompleks ədəd nədir, necə meydana gəldi, o haqqda danışım. Biz bu günə qədər həqiqi ədədlər çoxluğundan danışmışıq. Məsələn, bizə bir kvadratik tənlik verirdi. Kvadratik tənlikdə gətirirdi, necə həll edirdi diskriminantla. Diskriminantla köklərini tapırdıq. Məsələn, diskriminantı tapdıq kök altında 25. Kök altında 25-dən nə çıxırdı? 5. Deyirdik ki, gətirirdik tənliyin kökləri düsturunda diskriminantı yerinə qoyub tənliyin köklərini tapırdıq da. Amma biz demişdik ki, məsələn, diskriminantın cavabı, məsələn, tutaq ki, cavab -25 alınıb. Biz onda nə deyirdik? Bunun cavabı yoxdur. Həqiqi ədəd yoxdur da. Yəni bu tənliyi ödəyən həqiqi kökü yoxdur. Cavabı boş çoxluq göstərdi. Çünki demişdik ki, diskriminantın cavabı mənfi ola bilməz. Yəni həqiqi kökü mənfi ola bilməz. Amma məsələn bu gün biz belə bir tənliyi göstərim. Misal üzərində göstərsəm daha yaxşı aydın olacaq sizə. Məsələn, belə bir tənlik verib x kvadratı üstə gəlinsin 1 bərabərdir 0. Biz sizə deyir ki, bu tənliyi həll et. Biz buradan x kvadratını tapmaq istəsək, x kvadratı bərabərdir 1-i bərabərliyin sağ tərəfinə atsaq, olur -1. Biz bunu deyirdik ki, cavabı boş çoxluqdur. Çünki x kvadratın cavabı hansısa bir ədədin kvadratı mənfi ədəd ola bilməz. Yəni bunun həqiqi kökü yoxdur. Biz həqiqi kökün yoxluğundan danışırıq, amma bunun xəyali kökü var. Xəyali kökü isə kompleks ədədlərdə danışacağıq bundan. Deməli, onlar bir ədəd qəbul edirlər ki, hansı ədəddir o? I ədədi. Bu xəyali ədəddir. Yəni bu i ədədinin kvadratının cavabı -1-ə bərabərdir. Yəni bizə ən lazım olan hissə i kvadratının -1 olduğunu bilməkdir. Onda biz buna deyə bilərik ki, bu tənlik üçün bu tənliyin həqiqi kökü yoxdur. Amma kompleks kökü, yəni xəyali kökü var. Yəni biz deyə bilərik ki, x kvadratı ilə -1-ə bərabərdir. Onda bizim tənliyimizin kökü elə i-nin kvadratı imiş. Yəni bu cür yanaşa bilərik. Yəni buradan x-in kvadratın biz i-nin kvadratı olduğunu bilirik. Çünki -1-in əvəzinə i-nin kvadratını yazdıq da. Onda x burada nəyə bərabər olacaq? Plus minus i-yə. Kvadratlar gedir. Plus minus i-yə bərabər olur. İndi isə i-nin qüvvətlərindən danışmaq istəyirəm. Biz bildik ki, i-nin kvadratının cavabı -1-ə bərabərdir. Bəs i kubu nə olacaq? Biz i kubun i kvadratı vurulsun i şəklində yaza bilərik. Çünki niyə? Biz demişdik ki, əsaslar eyni olarsa, vurmadsa üslər toplanır. Bura 2-dirsə, bunun üstündə heç nə yazılmayıbsa 1-dir. 2-nin üzərinə 1 gələndə 3 edir. Yəni biz bunu i-nin kubunu, bunu biraz səliqəli yazaq. Yəni biz i-nin kubun i kvadratı vurulsun i şəklində yaza bilərik. I kvadratın cavabı bildik ki, -1-ə bərabərdir. -1-i də i-yə vuranda cavab edir -i. Deməli, i kubunun cavabı elə -i-yə bərabərdir. İndi i üstü 4-ü bəs necə yaza bilərəm? I üstü 4, biz elə bir ki, uzun sözün qısası hər bir şeydə i-nin kvadratını əmələ gətirməliyik də. I üstü 4-ü mən i-nin kvadratının kvadratı yaza bilərəm də. Çünki 2 2-yə vurulanda 4 edir də. i-nin kvadratının cavabı bildim ki, -1-dir. -1-in kvadratı da elə müsbət 1 edir. Deməli, i üstü 4-ün cavabı 1 etdi. Məsələn, bir dənəsinə də baxaq. i üstü 5 olsun. i üstü 5-i mən, məsələn, nə cür yaza bilərəm? Bu müxtəlif üsullarla yaza bilərəm. Mənim indi ağlıma gəldi ki, i-nin kvadratının kvadratı yazsam, bu eləyir i üstü 4 vurulsun bir dənə də i yazaram. Çünki bu 4, buradakı da 1-dir. Toplananda 5 edirdi. Onsuz da i-nin kvadratının cavabını tapdıq. 1 idi. Çünki i-nin kvadratı -1, -1-in kvadratı eləyir müsbət 1. Müsbət 1-i də i-yə vuranda elə i eləyir. Başqa cür də yaza bilərsiniz. Məsələn, i üstü 5-i bu cür də yaza bilərsiniz ki, məsələn, yazıram i-nin kvadratı vurulsun i-nin kubu. I-nin kvadratının cavabı nə idi? -1. i-nin kubunun cavabı nə idi? -i. -i. -1-i -i-yə vuranda 2 dənə mənfi bir-birinə vurulanda müsbət, 1-i də i-yə vuranda i. Görürsünüz, hər ikisində cavab i alınır. Bu yanlar yaxşı. Kiçik qüvvətləri tapmaq asandır. Bəs böyük qüvvət olsa. Məsələn, olsun
i üstü deyirəm ki, 118-in cavabını tap. i üstü 118. Mən bunu bu qədər sadələşdirməyə ehtiyac yoxdur. Çox bəsit bir qaydadır. Bunu yadımızda saxlayırıq. Həmişə böyük üslü qüvvəti verəndə, məsələn, qüvvətim neçədir? 118. Bunu həmişə bir 4-ə bölürük. Bəli, hər zaman 4-ə bölüb cavabı rahat tapa bilərsən. 118-i 4-ə bölürük. 11-in içində 4 2 dəfə, 2-ni 4-ə vurdum. 8, 11-dən 8 çıxdım. Edir 3, 8-i indirdim aşağı 38. 38-in içində 4, 9 dəfə, 9-u 4-ə vurdum 36. 38-dən 36-dan çıxdım 2. Qalığım neçədir? 2. Deməli, bu ilə i üstü 118 elə i üstü 2-yə bərabər imiş. Qalığı gətirirəm qüvvətdə yazıram. i kvadratının da cavabı neymiş? -1. Yəni bu cür bəsit. Bir dənə də nümunə göstəreyim. Məsələn olsun i üstü olsun məsələn 535. Deyirəm ki, bunun cavabını tap. Nə edirəm? Yenə 535-i bölürəm 4-ə. 5-in içində 4 bir dəfə, 4, 5-dən 4 çıxdıq 1, 13-ün içərisində 4. 3 dəfə 3-ü 4-ə vurdum. 12, 13-dən 12 çıxdım 1, 5-i indirdim aşağı 15, 15-in içində 4. 3 dəfə yenə 3-ü 4-ə vurdum 12. Burada da qalıq alındı 3. Deməli qalığımız neçədir? 3. Bunun əvəzinə yaza bilərəm i üstü 3. i üstü 3-ü və az öncə də yazdım, yenə yazıram. i üstü 3-ü biz yaza bilərik ki, i kvadratı vurulsun i. Çünki üstləri toplayanda 2 ilə 1-in cəmi 3 eləyir. i kvadratının cavabı -1, -1-i də i-yə vuranda elə cavab -i edir. İndi isə danışmaq istəyirəm kompleks ədədin cəbri formasından, cəbri şəklindən. Deməli, kompleks ədəd Z hərfi ilə işarə olunur. Cəbri şəkli isə A üstə gəlsin B şəklindədir. Z bərabərdir A üstə gəlsin B şəklində kompleks ədədin cəbri şəkli deyilir. Burada göstərilən, baxın bu A həqiqi hissə adlanır. Həqiqi hissə. Buradakı B isə, yəni buradakı B xəyali hissə adlanır. Xəyali hissə adlanır. Burada A-nın başqa cür, yəni həqiqi hissəni işarə eləməsi isə J, yəni kompleks ədədin real hissəsi. İngilis dilindən real nə deməkdir? Həqiqi. Oradan da yadımızda saxlamalı, yəni oradan gəlir. Yəni həqiqi hissə R ilə işarə olunur. Yəni real hissəmiz dedik ki, nədir? A-ya bərabərdir. Xəyali hissə isə ingilis dilində imaginary kimi tələffüz olunur. Onların da ilk baş hərfi im ilə işarə olunur. Deməli, kompleks ədədin xəyali hissəsi isə nə cür adlanır? Nə idi? B. Deməli, A real həqiqi hissəmizdir, B isə xəyali hissəmizdir. İndi danışmaq istəyirəm kompleks ədədinin modulunun tapılmasından. Modulunun tapılması ilə bildiyimiz modul da Z, yəni kompleks ədədinin modulu çox asandır. Həqiqi hissə ilə xəyali hissənin kvadratları cəminə bərabərdir. Həqiqi hissəmiz A, A-nın kvadratı üstə gəlinsin. Xəyali hissəmiz də B-dir, B-nin kvadratına bərabərdir. Buna aid bir nümunə demək istəyirəm. Məsələn, Z bərabərdir 2 üstə gəlsin 3i. Bizə acı ilə soruşa bilər ki, bu kompleks ədədinin həqiqi hissəsi nədir? Həqiqi hissə dedik ki, yəni i'si olmayanda sərbəst hədd kimi baxaq. Elə bil ki, həqiqi hissəmiz 2-dir. Onda xəyali hissəmiz nə olacaq? İ'nin yanındakı isə xəyali hissədir. O da xəyali hissəmiz 3 olacaq. Məsələn, deyirəm ki, bu kompleks ədədinin modulunu tap. Modul həqiqi hissənin kvadratı üstə gəlsin xəyali hissənin kvadratı. 2-nin kvadratı 4, üstə gəlsin 3-ün də kvadratı 9. 4-ün üstünə 9 gələndə edir kök altda 13. Deməli, bu kompleks ədədinin modulu kök altda 13 eləyir. İndi danışmaq istəyirəm kompleks ədədinin qoşmasından. Qoşma, yəni biz kompleks ədədimiz özü Z hərfi idi. Qoşması isə onun üzərindən bir xətt çəkilir. A üstə gəlsin B-yi
kompleks ədədinin qoşması A çıxılsın B-yi formasındadır. Ümumiyyətlə həmişə kompleks ədəddə yadınızda saxlayın. Qoşmasını tapanda xəyali hissəsinin işarəsi əksinə dəyişir. Hissəsinin işarəsi əksinə dəyişir. Yəni həqiqi hissədən işiniz yoxdur. Məsələn, bir çox bəsit bir nümunə deyim. Məsələn, olsun z bərabərdir 2 çıxılsın 5-i. Deyirəm bu kompleks ədədinin qoşmasını da bizim burada xəyali hissəmiz nədir? -5. Bunun əksinəsi olacaq. Mənfinin əksi nədir? Müsbət. 2 üstə gəlsin 5-i. Deməli bu ifadənin modul çaşıb yazıram. Qoşması olacaq 2 üstə gəlsin 5i. Məncə bura qədər çətin heç bir şey yoxdur. İndi kompleks ədədlərinin vurulmasından danışmaq istəyirəm. Məsələn, bunun bir misal nümunəsi üzərində göstərim. Tutaq ki, adi test sorğusunda da belə suallar var. Bizə deyir ki, Z1 kompleks ədədinin cavabı məsələn olsun i-dir. Z2 kompleks ədədinin cavabı isə olsun məsələn 5 üstə gəlinsin i-dir. Bizə şərtdə deyir ki, tutaq ki, Z2 çıxılsın, məsələn 3 Z1-in cavabını tap. Bizim Z2-miz nədir? 5 üstə gəlsin i. Gətirirəm Z2-nin yerinə 5 üstə gəlsin i-ni yazdım. Çıxılsın 3 vurulsun Z1. 3'ü Z1'imiz nədir? i-yə bərabərdir. 3'ü i-yə vuranda nə olur? 3i. Bu ifadəni tapıram. 5 i çıxılsın 3'i. İ'dən 3i çıxanda o da edir 2, -2. Cavab 5 çıxılsın 2 idi. İndi danışmaq istəyirəm kompleks ədədlərin toplanmasından. Məsələn, bizə verib Z1 bərabərdir. Tutaq ki, 4 üstə gəlinsin 8-i. Z2-ni də verib ikinci kompleks ədədimiz isə olsun məsələn 10 üstə gəlinsin olsun təkcə i. Bizə deyir ki, Z1 üstə gəlsin, Z2-ni tap. Heç nə, çox bəsit. Həqiqi hissə ilə həqiqi hissəni toplayırsan, onun üstünə 4 gələndə 14, üstə gəlsin, xəyali hissə nədir? Xəyali hissəni toplayırsan. 8-in üstünə i gələndə edir 9f. Kompleks ədədinin cəmini tapdıq. İndi isə kompleks ədədin bölünməsindən danışmaq istəyirəm. Məsələn, tutaq ki, bizə belə bir ifadə verir. Nə olsun? 5 üstə gəlsin 2 deyir kompleks ədədini olsun 2 üstə gəlinsin i olsun. Deyir 5 üstə gəlsin 2 bölünsün 2 üstə gəlsin i. Bunun bölünməsini necə tapırıq? Həmişə yadınızda saxlayın. Kompleks ədədini bir-birinə böləndə məxrəcin qoşmasından vurub bölürük. Bu məxrəcimiz nədir? Bu hətta qırmızına yazım, aydın görsənsin. 2 üstə gəlsin i. Bunun qoşması nə olacaq? 2 çıxılsın i. Məxrəci 2 çıxılsın i-yə vurdumsa, surəti də 2 çıxılsın i-yə mütləq vurmalıyam. Aşağıdakı ifadə nədir? Müxtəsər vurma düsturu. Bir dəfə çıxması, bir dəfə üstə gəlməsi. Bunun yığılışı nədir? 2-nin kvadratı çıxılsın i-nin kvadratı. Yuxarını bildiyimiz şəkildə vurub açırıq. 5-i 2-yə vuranda 10 çıxılsın 5-i i-yə vuranda 5-i üstə gəlsin 2-ni 2-yə vuranda 4-i 2-ni də mənfi i-yə vuranda eləyir -2 i-nin kvadratı. Bərabərdir. Aşağıını məxrəci tapa bilərik. 2-nin kvadratı 4 çıxılsın i-nin kvadratının cavabı nə idi? -1. i-nin kvadratının cavabı -1'dir. 10 çıxılsın. Bizim -5i üstə gəlinsin 4-i. -5'in üstünə 4 gələndə edir -i. Çıxılsın 2i'nin kvadratı. Dedik ki, i'nin kvadratının cavabı nədir? -1. Elə bir -2 o da -1 eləyir -2. Yəni bura oldu -2. Onun üstünə 2 gələndə 12 çıxılsın i bölünsün 4, 2 dənə də mənfi yanaşı gələndə üstə gəl olur. 4 üstə gəlsin 1. Yəni
12 çıxılsın i bölünsün 5. Bunu belə də saxlaya bilərik cavabı və yaxud da belə də yaza bilərik ki, 12 böl 5 ayrı-ayrı məxrəclərdə çıxılsın i bölünsün 5. Yəni bu cür də yazıb saxlaya bilərik. Demək olar ki, kompleks ədədlərdən başqa bir izah yoxdur. Kompleks ədədlərdən, yəni bu mövzunu yaxşı biləndən sonra demək olar ki, buraxılış imtahanınızda bir sualınız tamamilə hazır deməkdir. Çox asan dərsdir, ciddi yanaşın dərslərə. Bu qədər. Sağ olun.